Salam hörmətli müəllimlər. Bugünkü dərsimiz dözümlü əyləşi qabiliyyəti olacaq. Dözümlü qabiliyyəti nədir? Dözümlü qabiliyyəti icra səmərəliliyini azaltmadan müxtəlif intensivlikli yükün uzun müddətə yerinə yetirilməsi qabiliyyətidir. İcra səmərəliliyini azaltmadan müxtəlif intensivlikli yükün uzun müddət ərzində yerinə yetirilməsi qabiliyyətidir. Başqa sözlə desək, bu qabiliyyət daha çox yorulmaya qarşı dayanma xüsusiyyətidir. Yəni, dözümlü qabiliyyət, dözümlü olması yorulmaya qarşı dayanma xüsusiyyəti də olmalıdır. Bu qabiliyyət orqanizmin ürək, damar və tənəffüs onların funksional vəziyyətindən birbaşa asılıdır. Bəli, dözümlü qabiliyyətinin olması üçün, dözümlü qabiliyyətinin inkişaf etdirilməsi üçün ürək damardır, tənəffüs sistemində bu funksional vəziyyətindən birbaşa asılı olacaq. Yəni, dözümlükdə ürək damar vəziyyəti, ürək damar işləyir, tənəffüs sistemi işləyir. Burada daha çox bu funksional sistemlər daha çox rol oynayır. Fiziki hərəkətlərin hər hansı intensivlikdə davamlı icrası orqanizmdə oksigen sərfini artırır. Bəli, fiziki hərəkətlərin hər hansı bir intensivlikdə davamlı icrası orqanizmdə oksigen sərfini artıracaq. Qan dövranını sürətləndirəcək. Sistemli olaraq hərəkətlərin qeyd olunan tərzdə yerinə yetirilməsi tənəffüs və ürək damar sisteminə daxil olan üzv və orqanların işinin yaxşılaşmasına gətirib çıxardacaq. Yəni, sistemli olaraq biz yerişdir, qaçış, üzgüçülük, velodrome, turizm, idman oyunları və s. qeyd olunan tərzdə yerinə yetirilməsi tənəffüs və ürək damar sisteminə daxil olan üzv və orqanların işinin yaxşılaşmasına gətirib çıxardacaq. Dözümlü insan uzun müddət fiziki yüklənmədən sonra qısa vaxt ərzində istirahət etməklə yenidən yüklənməyə hazır olur. Yəni, dözümlü insan qısa müddət istirahət edir və yenidən yüklənməyə hazır olur. Dözümlü qabiliyyəti 11 və daha yuxarı yaş dövründə daha intensiv inkişaf edəcək. Dözümlü qabiliyyəti digər hərəkət qabiliyyətlərin əlaqəsinə baxaq. Ərgənlik və sürət güc qabiliyyətləri ilə sıx əlaqəlidir. Funksional sistemlər əlaqəsinə baxaq. Dayaq ərişli aparatı, ürək damar sistemi və tənəffüs sistemi ilə sıx əlaqəlidir. Qeyd etdiyimiz kimi, əvvəldə qeyd etdik ki, ürək damar və tənəffüs sistemi əhəmiyyətli dərəcədə rol oynayır dözümlüyün inkişaf etdirilməsində. Dözümlü qabiliyyəti rəvan, dəyişkən, təkrar, interval və sair metodların köməyi ilə inkişaf etdirilir. Dözümlü qabiliyyətin inkişafının iki əsas göstəricisi ilə müəyyən etmək olar. Bunlar hansılardır? Xarici və daxili göstəricilər. Dözümlü qabiliyyətin inkişafını iki əsas göstərici ilə müəyyən etmək olar. Hansı göstəricilər? Xarici və daxili funksional göstəricilər. Xarici göstəricilər hansılardır? Təyin edilmiş məsafənin minimal vaxt ərzində qət etməkdir. Bədənin müəyyən vəziyyətinin saxlanılmasıdır. Misal olaraq sağlanmış vəziyyətdə ayaqlarda uzaq saxlama və s. Müəyyən qüvvə hərəkətlərini az vaxt ərzində icra etməkdir. Məsələn, 5 metr uzunluğu olan kəndirə sürətlə qalxmaq, 6 dəfə dartınmaya az vaxt sərf etmək və s. Bunlar oldu hamısı xarici göstəricilər. Dözümlü qabiliyyətin daxili göstəriciləri nəzərə yetirək, daxili funksional göstəricilər. Bunlar hansılardır? Mərkəzi sinir sisteminin vəziyyəti, ürək döyüntülərinin ritmi və s. Nəfəs almanın bir də ritmi. Mərkəzi sinir sisteminin vəziyyəti olacaq, ürək döyüntülərinin ritmi və s. olacaq, nəfəs almanın ritmi olacaq. Dərinin rənginin hissiyatının dəyişməsi, dərinin rənginin dəyişməsi, hissiyatının dəyişməsi, bunlar hamısı daxili funksional göstəricilərə aid olacaq. Növbəti, dözümlü qabiliyyətin təzahürü aşağıdakı amillərlə şərtlənir. Dözümlüyün təzahürü şərtləndirən amilləri nəzərə yetirək.
hansılardır? Orqanizm aerob imkanları idmansının yaşı, bərpa proseslərinin sürəti, idmansının güc və sürət imkanları, enerji ehtiyatı və hərəkətin oksigen sərfinin həcmi, texniki ustalıq, səmərəli amilləri, yorulma zamanı fizioloji funksiyaların dayanıqlığı, yəni dözümlülük qabiliyyətinin təzahürünü şərtləndirən amillərlə də tanış olduq. Keçən növbəti dözümlülük qabiliyyətinin tərkib komponentlərinə nəzər yetirsək, dözümlülük qabiliyyətinin iki tərkib komponenti var. Ümumi dözümlülük və sürət dözümlülüyü. İki tərkib komponenti oldu. Ümumi dözümlülük və sürət dözümlülüyü. Ümumi təhsil məktəblərinin şagirdləri üçün tətbiqi əhəmiyyət kəsb edən ümumi və xüsusi dözümlülük. Ümumi təhsil məktəblərinin tətbiqi əhəmiyyət kəsb edən, yəni tətbiq olunan ümumi və xüsusi dözümlülükdür. Ümumi dözümlülük, xüsusi dözümlülük isə anaerob rejim, yəni oksigensiz rejim. İndi bir-bir bunları nəzərə yetirəcəyik. Xüsusi dözümlülük aerob oksigenli nədir? Xüsusi dözümlülük anaerob oksigensiz nədir? Bir-bir bunları nəzərə yetirəcəyik. Ümumi dözümlülüyə baxaq. Ümumi dözümlülük, yəni aerob oksigenli rejim. Oksigenli, yəni burada bizə daha çox oksigen tələbatı lazımdır. Aşağı intensivlikli işin insanın bütün əzələ aparatının iştirakı ilə uzun müddətli icra zamanı təzahür edir. Aşağı intensivlikli iş görürük, plus insanın bütün əzələ aparatının iştirakı ilə uzun müddət ərzində icra edilir. Yəni dayanmadan burada şəkildə də verilir. İdmançı bir uzaq məsafəyə qaçır. Aşağı intensivlikdə qaçır, plus bütün əzələ aparatı burada iştirak edir. Burada təbii ki, bizə oksigen tələbatı lazımdır. Ümumi dözümlülük nədən asılı olacaq? Ürək damardır və tənəffüs sistemlərinin funksional vəziyyətindən birbaşa asılıdır. Ümumi dözümlülük ilk növbədə insanın ürək damar və tənəffüs sistemlərinin funksional vəziyyətindən asılıdır. Yəni burada oksigenli rejimdir. Burada adından da gördüyü kimi ümumi dözümlülük ya da aerob rejim, oksigenli rejim. Burada təbii ki, ürək damar və tənəffüs sistemlərinin funksional vəziyyəti asılı olmalıdır. Ümumi dözümlülük inkişafı üçün ən sadə və əlverişli vasitə qaçışdır. Ümumi dözümlülük inkişaf etdirmək üçün ən sadə vasitə bir növ qaçışdır. Bu məqsədlə 3-4 dəqiqəlik yüngül qaçış hər gün getdikcə artırılır. Yəni yüngül qaçışdan başlayır bir növ artırır günü-gündən. Bir ay yarıma, 2 aya təxminən 20-25 dəqiqə olmağı günləri normaya çatdırılır. Biz günlərə başlasaq 3-4 dəqiqə qaçmağa, hər gün 1 dəqiqə, hər gün 1 dəqiqə artırsaq, bir növ bir aydan, ay yarımdan, 2 aydan sonra gəlib bu 20-25 dəqiqəlik normaya çatdıracaq və ümumi dözümlülük bizdə bir növ formalaşmış olacaq. Belə qaçış səhər gimnastika kompleksinin icrasından sonra hər gün yerinə yetirilir, lakin gün rejiminə asılı olaraq günün digər əlverişli vaxtlarında icra oluna bilir. Yəni məsləhət görülür ki, səhər gimnastikasından sonra icra edilsin, ancaq burada yəni gün rejiminə asılı, insan gün rejiminə asılı olaraq günün digər vaxtlarında da icra oluna bilər. Yəni başlanğıc burada da şəklinə verilir. Başlanğıc 3-4 dəqiqə günü-gündən artırırıq və 2 aydan sonra 20-25 dəqiqəyə gəlib çatırıq. Ümumi dözümlülük oldu. Keçək. Xüsusi dözümlülüyə nəzər yetirək. Xüsusi dözümlülük, yəni anaerob rejim, oksigensiz rejim. Yəni, oksigensiz rejim o demək deyil ki, biz nəfəs almamalıyıq. Oksigen burada rol oynamır. Yəni, bizə əsasən oksigen tələbatı burada ehtiyac deyil. Yəni, bir nəzər yetirə görə bu nədir? Xüsusi dözümlülük. Hər hansı hərəkət fəaliyyətin xüsusiyyətinə müvafiq təzahür etdirilən dözümlülükdür. Yəni, hər hansı bir hərəkət fəaliyyəti icra edilir, yəni, onun xüsusiyyətinə müvafiq təzahür etdirilən dözümlülükdür. Məsələn, sprint qaçışında sürət dözümlülüyüdür, tullama və atmalarda sürət güc dözümlülüyüdür, ağırlıqla icra olunan hərəkətlərdə qüvvə dözümlülüyü və s. Yəni,
Belə misal çəkək. Qısa məsafəyə qaçırsınız sprint. Biz 100 metr məsafə qaçırıq. Bizə nə dərəcədə oksigenli şərait lazımdır? Aerob rejim lazımdır bizə. Yerindən uzunluğa tullanırıq, qaçaraq uzunluğa tullanırıq. Misal üçün, nə dərəcədə bizə aerob oksigenli rejim lazımdır? Bizə oksigenli rejim lazım deyil. Anaerob lazımdır, oksigensiz rejim. Yəni burada qeyd etdiyim kimi, yəni nəfəs almırıq demək deyil. Yəni burada nəfəs alıb veririk, nəfəs normal qaydada. Bursa burada oksigen tələbatı ehtiyac deyil bizə. Burada bir növ yuxarıda qeyd etdiyimiz kimi, yuxarıda nə qeyd etmişdik? Ürək, damar, tənəffüs sistemlərinin funksional vəziyyətindən asılı deyil xüsusi dözümlülük. Ümumi dözümlülükdür. Ümumi dözümlülükdür. Ürək, damar sistemlərin funksional vəziyyətindən asılı olan ümumi dözümlülük. Ancaq xüsusi dözümlülükdə belə bir qayda yoxdur. Yəni burada bir növ oksigensiz icra olunur hərəkətlər. Sprint qaçışıdır, sürət dözümlüyüdür, atmalar, tullanmalar sürət güc dözümlüyüdür, ağırlıqlar icra olunan hərəkətlər qüvvə dözümlülüyü və s. tələb edir. Xüsusi dözümlülük. Xüsusi dözümlülük nədən asılı olacaq? Sinir əzələ aparatının imkanlarından, enerji resurslarının sərf olunması tezliyindən, hərəkətlərin icra texnikasının effektivliyindən və hərəkət qabiliyyətləri inkişaf səviyyəsi asılıdır. Ümumi dözümlülük asılı olduğu tənəffüs sistemləri, ürək damar sisteminin funksional vəziyyətindən ümumi dözümlülük oldu. Xüsusi dözümlülük isə sinir əzələ aparatının imkanlarından, enerji resurslarının sərf olunması tezliyindən, hərəkətlərin icra texnikasının effektivliyindən və hərəkət qabiliyyətlərinin inkişaf səviyyəsindən asılı olacaq. Ki burada mənim hərəkət qabiliyyətlərimiz də var. Axı dedik ki, atmalarda sürət gücdür, tullanmalarda sürət gücdür, ağırlıqla icra olunan hərəkətlərdə qüvvədir, sprint qaçışında sürətdir və s. hərəkət qabiliyyətlərimiz burada icra olunur. Yəni hərəkət qabiliyyətlərinin inkişaf səviyyəsindən də xüsusi dözümlülük asılı olacaq. Xüsusi dözümlülüyün növləri burada qeyd olunub. Xüsusi dözümlülüyün növləri sürət dözümlülüyü nədir? Sürət dözümlülüyü yorulmadan uzun məsafədə sürətin saxlanılmasıdır. Yorulmadan uzun məsafə sürətin saxlanılması olduğu sürət dözümlülüyü. Sürət güc dözümlülüyü nədir? Yorulmadan qüvvə tələb edən hərəkətlərin sürətli icrası. Qüvvə dözümlülüyü isə yorulmadan qüvvə tələb edən hərəkətlərin davamlı icrasıdır. Sürət güc dözümlülüyündə yorulmadan qüvvə tələb edən hərəkətlərin sürətli icrası, qüvvə dözümlülüyündə isə yorulmadan qüvvə tələb edən hərəkətlərin davamlı icrası. Birində sürətli icrası, sürət güc dözümlülüyü oldu, davamlı icrasında qüvvə dözümlülüyü olacaq. Koordinasiya dözümlülüyü nədir? Koordinasiya dözümlülüyü çətin texniki hərəkətlərin dəfələrlə və sürətlə təkrarlanmasıdır. Çətin texniki hərəkətlərin dəfələrlə və sürətlə təkrarlanması olacaq koordinasiya dözümlülüyü. Dinamik dözümlülüyü nədir? Ağır əzələ hərəkətlərinin nisbətən sakit tempdə, lakin uzun müddət ərzində icrasıdır. Yəni burada dinamika var. Ağır əzələ hərəkətlərini icra edirik, nisbətən sakin tempdə və lakin uzun müddət ərzində icrası. Yəni dözümlülük çoxsaylı demək deyil. Yəni çoxsaylı icra olunan hərəkətlər dözümlülük demək deyil. Uzun müddət ərzində icra olunan hərəkətlər dözümlülükdür. Yəni biz bir işi uzun müddət ərzində icra ediriksə, bu olacaq dözümlülük qabiliyyəti. Misal üçün deyək, turnikdən dartınma hərəkəti. Çoxsaylı turnikdən dartınma dözümlülükdür. Xeyr, dözümlülük deyil. Yəni, uzun müddətli turnikdən dartınma çoxsaylı ola bilər, çoxsaylı 10 dənə ola bilər, 15 dənə ola bilər, bu da çoxsaylı şeydir. Ancaq biz uzun müddət bir hərəkət icra ediriksə, bu dözümlülük qabiliyyəti. Statik dözümlülük nədir? Statik dözümlülük əzələ gərginliyinin uzun müddət eyni vəziyyətdə saxlamaq. Statik sabit hərəkətsiz qalmaq deməkdir. Yəni burada da şəkillər qeyd olunur. Hərəkətsiz vəziyyətdə idmançı jim vəziyyətində qalıb və uzun müddət ərzində eyni vəziyyətdə bir növ
əzələni gərini saxlayır. Yəni sabit, hərəkətsiz vəziyyətdə qalmalı. Dözümlülük qabiliyyətinin inkişaf etdirilməsi üçün istifadə olunan hərəkətlərə baxaq. Hansılardır? Orta və uzaq məsafəyə qaçışlardır. İdman oyunları ümumidir. İdman oyunları necə? Futbol, voleybol, basketbol, badminton, handbol və s. idman oyunları bilib dözümlülük inkişaf etdirir. Ancaq idman oyunlarının içində olan texniki taktiki fəaliyyətlər, hərəkətlər sevişlik qabiliyyətidir. Üz güclüydür. Çox mərhələli estafetlərdir. Enişli yoxuşlu yerlərdə cross qaçışlardır. Süni və təbii maneələri dəf etməklə qaçışlardır. Uzun müddətli icra olunan hərəkətlərdir. Misal üçün, velosiped sürmədir, üz güclüydür. Cross qaçışlardır, marafon qaçışlardır, idman yerişidir. Yəni bu hərəkətlər dözümlülük qabiliyyətini inkişaf etdirəcək. Bu qabiliyyət orqanizmin uzun müddətli fiziki yüklənmələrə qarşı müqaviməti və funksional dayanıqlığını xarakterizə edir. Dözümlülük qabiliyyəti haqqında bu qədər hörmətli müəllimlər. Növbəti dərslərdə görüşərik. Sağ olun.